Здравствуйте, дорогие зрители! Добрый день! Всех приветствую на нашем канале Уроки русского языка. Мы с вами продолжаем наши уроки. Сегодня будем работать над 11 уроком. Это из 2 класса новой версии. Наша тема будет «Идем в огород», про овощи. Давайте приступим с первого задания и будем отвечать на вопросы. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz kanalımıza. Hamını salamlayıram. Hər vaxtınız xeyir olsun. Biz sizinlə davam edirik işləməyə dərslərimizi və bugün sizlə 11-ci dərs işləyəcəyik. Bizim mövzumuz tərəvəzlər haqqında olacaq. Bu 2-ci sinifin kitabıdır, yeni versiya kitabıdır və birinci tapşırıqdan başlayaq. Suallara cavab verməkdir. Ответьте на вопросы по картинке. Yəni bu şəkil üzrə suallara cavab veririk. Что вы видите на картинке? Şəkildə siz nə görürsünüz? Deyirik ki, мы видим капусту и помидор. Biz видим, görürük, капусту и помидор. Какого они цвета? Onlar hansı rəngdədirlər? Помидор красного цвета, капуста зеленого цвета. Bəzən kapustan salatvıydı deyirik, açıq yaşıl. Bu hissəsi biraz daha tünd yaşıldır, zilonlu. Bu hissəsi isə daha çox açıq yaşıldır. Salatvı da deyə bilərsiniz. Salat və açıq yaşıl. Kapusta салатового цвета. Какой они формы? Hansı formadadılar? Görürük ki, onlar yumru formadadır, dairəvi formadadır. Круглые. Они круглой формы. Они круглой формы. Они полезны? Onlar faydalıdırlar. Да. Они полезны. Задание второе. Прослушайте, повторите. Burada qulaq asmaq da hələ ki internetdə yoxumuzdur. Burada böyük ehtimal ki, tərəvəzlərin adlarını təkrar edib öyrənəcəksiniz. Uşaqlar təkrar eləyəcəksiniz. Укажите картинки, название которых отвечает на вопрос «что». Burada isə nə sualına cavab verən sözləri işarələyəcəyik, göstərəcəyik. Həm də üstəlik tərəvəzlərin adlarını öyrənəcəyik. Demək, bu nə olmuşdu? Kapusta. Bu da kakras nə sualına cavab verir? Kapusta. Sonra kök. Markov. Markov. Bunu deyəcəyik. Və svekla. Bu da çuğundurdur. Bəzən burak da istifadə edirlər. Burak və yaxud da svekla. İki söz var, ikisini də deyə bilərsiniz. Burak ya da svekla. Bunlar nə sualına cavab verirlər? Отвечает на вопрос «что». Так, следующее задание. Повторите диалоги вслед за учителем и составьте новые по образцам. Aha, yəni dialoqlarımızı oxuyub, ona uyğun, nümunəyə uyğun siz hazırlayırsınız dialoqlar. Elman, я приготовила тебе салат. Elman, mən sənin üçün salat hazırlamışam. Mama, какой салат ты приготовила? Ana, hansı salatı sən hazırlamısan? Овощной, он очень вкусный и полезный. Tərəvəz salatı. O çox dadlıdır və faydalıdır. Спасибо, mama, я люблю овощной салат. Çox sağ ol, ana. Mən tərəvəz salatını sevirəm. Tərəvəz sözünün yerinə meyvə qoya bilərsiniz, istifadə edə bilərsiniz. Çox gözəl ifadələr var, cümlələr var. Вкусный, полезный, я люблю. Bunları mütləq formada uşaqlarla çalışın, praktik eləyəsiniz. Burada 3 dənə dialoqdur. İndi bu ikinciyə baxaq. Saida, идем в огород. Saida, gedək bostana. Что есть в огороде? Bostanda nə var? У нас в огороде созрели помидоры, огурцы, капуста, свекла, картофель, kukuruza и морковь. Bizdə bostanda yetişib pomidor, xiyarlar, kələm, çuğundur, kartof, qarğıdalı və kök. Bu mütləqdə tərəvəzlərin adlarını da uşaqlar öyrənsinlər. Дедушка, это полезные овощи. Baba, bu faydalı tərəvəzlərdir. Да, в них много витаминов. Bəli, onlarda çoxlu vitamin var. Və sonuncu bizim dialoqumuz. Вафа, что ты должна купить? Vəfa, sən nə almalısan? Anar, я куплю морковь, свеклу и капусту. А ты? Anar, mən kök, çuğundur və kələm alacağım. Bəs sən? Меня мама попросила купить кукурузу и баклажаны. Mənə ana xahiş eləyib ki, mən qarğıdalı və badımcan alım. Давай подойдем к продавцу. Gəl satıcıya yaxınlaşaq. Так, задание 5. Укажите овощи круглой формы. Deyir ki, yumru formada olan tərəvəzləri göstərin.
Biz burada göstərəcəyik pomidor, sonra kapusta və luk i svekla. Bu da biraz, bir dənə aşağı hissəsi biraz yumruluqdan çıxır. Soğanın da bu hissəsi, amma belə özləri yumru formasındadır. Kartofu deyə bilmərik, çünki avaldır. Bu digərlərində deyə bilmərik. İşte pomidor, kapusta, luk и свекла. Запишите элементы буквы К и Л. Bu dəfədə isə K və L hərflərini keçirik. Большая bukva K, маленькая bukva K, L большая, L маленькая. Məncə bu çox da çətin deyil, çünki K Azərbaycan dili ilə eynidir. L amma biraz fərqlidir. Bunları da yazıb uşaqlarla öyrədirsiniz hərfləri. Bu qədər bu dərsimiz. Gələn dərsimiz isə 12-ci dərsimizdə. Görüşərik sizinlə. Sağ olun. До свидания. Увидимся на следующем уроке. Всем удачи. Всем пока.